Bir de insanlarla danışarken gördüm ki yerli cəmaatın ləhcəsi Şəki ləhcəsinə yaxındır. Yəni Qaxda olduğumu bilməsəm elə düşünürəm ki Şəkidəyəm. O qədər bir yaxınlıq var ləhcədə. Həmin o deyilən döngəyə çatdım. Buradan demişdilər bu istiqamətə doğru getmək lazımdır İlisu üçün. Bu dayılardan soruştum. Dediler ki bu yolu düz. Oy, sona kadar git, başım ağaç geçti. Sona kadar gedirik ve gelip İlisu'ya çatırıq. Bu görüntüye bakın. Dağların o qonur ve sarı, narıncı tonları, sonra kiremitlerin tonları, sonra daş divarlar. Çok möhtəşəm bir görüntü var. Çok möhtəşəm. Merkezde dediler ki İlisu'ya doğru 12 kilometredir yol. Yol çok hoşuma geldiği için piyada gezeceğim bir xeyli hissəsini. Harda yorulsam orada avtostop ederim. Yəqin 2 kilometreden çox olar ki piyada yol gəlmişəm. Ancaq güneş qürub etmədən İlisu'ya gündüz gözü ilə gedib çatmaq istəyirəm. Ona görə avtostop edəcəm. Uşaqlar məni İngilis bildi. İngiliscə mənlə ünsiyyət qurmağa çalışırlar yolun qarşı tərəfindən. Mən də İngiliscə başladım onlarla danışmağa. Bir marşrutdan soruşdum, dedi 5'te vağzaldan çıxacaq İlisu marşrutu. 6 işləmiş buradan keçəcək. Hələ bir xeyli vaxta var. Ben avtostop edeceğim, görək necə olur. Biraz elədim, qarşılıq görmədi. Yeni edəcəm, görək. Sağ olsun Cavad qardaş, avtostopuma qarşılıq verdi. Aleyküm salam. Qarşılıq verdi avtostopuma və onunla birlikdə İlisu'ya gelirəm. Bu? Tarixi körpü. Adı neydi? Ulu körpü. Ulu körpü. Burada böyle kuşun yumurtasıyla pişirip sıvaqlanır.